Herkese salam, kanalımıza hoş gelmişsiniz. İnşallah ki yaxşısınız bacılar. Bizdə də çox şükür yaxşılıqdır. O bir bloger xanım var. Həmişə videolarını açanda belə bir açış edir. Xanımın adını deməyəcəm. Nə də kanalın adını deməyəcəm. Əgər aramızda o xanımı izləyənlərimiz varsa da çox xahiş edirəm yorumlarda yazmayın adını. Bizim videolarımıza olduğu kimi onun videolarına da həm müsbət, həm mənfi yorumlar gəlir. Mənfi yorumlarını belə bu cür açış edir. Videolarını başladar başlatmaz. Bir dəqiqə durun. Bir dəqiqə. Bunu deməsəm ürəyim partlayar. İndi o xanımınki olmasın. Mən də bunu deməsəm ürəyim partlayar. Mənfi olaraq yox ha. Müsbət olaraqdan danışıram. Allah hər birinizə o qədər gözəlliklər bəxş etsin ki, nə? Həyatını sevərək yaşayan insanlardan olasınız. Mənə o qədər gözəl yorumlar yazırsınız. İnanın ki, o yorumları oxuduqca mən sizdən əl çəkə bilmərəm. İşimi görürəm tez-tez, dururam. Məni burada gözləyən bir ailəm var, bir ailəm də deyirəm, YouTube'da gözləyir. Laf mahnı oxuyan kimi çıxdı, bir ailəm var deyəndə. O qədər yəni həvəslə oxuyuram sizdən gələn o yorumlara. Mənfi yorumları elə dibindən baltalayan yorumlarım yoxdur, şükür Allaha. Olanlara da saygım var. Öz fikirlərini yazırlar, özləri nətər elə o cürdə yazırlar da yəqin ki. Biz də beləyik. Belə bacılar, günümüzə bismillah dedik. Günümüzə başladıq. Allah hər birimizin günümüzü xeyirli, bərəkətli günlərdən etmiş olsun. Bugün elə gözəl bir havamız var bizdə. Həqiqətən də o soyuqdan əsər əlamət qalmadı. Qəti qalmadı. Dünən əl çəkmədi. Pastelini paltarını yuyub, sərməmiş getmədi. Dedim, mən edərəm. Dedi, yox, sən də üklüb yığarsan. Belə, bacılar, böyüyün sözünə qulaq asmayan, börə-börə qalan deyən bir məsələ var imiş. Güllərimi soyuq vurdu. Nəsibə demişdi ki, çöldəyib geranlarını soyuq vuracaqdı. Onları içəri al. Mən də tənbəllik etdim. Amma belə olanda qorxmuruq. Qəşəng budamasını edəcəm, sulayacam. Ondan sonra evə alacam. Yeni pöhrəmləri çıxacaq. Baxaq görək. İndi çöldə nə xəbər var? Bayaq gördüm. Belə yolun qıraqlarını süpürən xanımlar olur. Buraları süpürdü. Belə bu cür süpürdü. İndi mən də yığıb yığışdıracam bir yerə. Bir mənə maraqlı gələn o oldu ki, nəyə görə o evin darvazasının qarşısını süpürmədilər. Belə baxanda hər yeri süpürüblər. Xırda-xırda süpürüblər. Yəni, belə bu cür süpürüblər. O evin darvazasının qarşısını süpürməyiblər. Gedək görək indi işimizin hansı tərəfindən tutub, hansı tərəfindən başlayırıq. Amma mən başlamışam. Siz nə qədər iş gördüm, bacılar. Səhər tezdəndən durdum. İlk işim pəncərələri yumək oldu. Qəşəng yudum, təmizlədim, çirklənmişdi, toz, yağış ləkəsi, nə bilim, hər şey var idi. Qəşəng yudum, orada setkası da var, onu da çıxartdım, yudum, təzdən geri taxdım. Güllərimin yarpaqlarını da silmədim, yudum duşun altında, təmizlədim. Bu arada orxideyalarıma bir maşallah yazın, bacılar, görün nə gözəl böyüyür. Orxideya biraz nazlı bitkidir, amma dilini biləndən sonra da hasaddır. Qəşəng yudum təmizlədim, tərtəmiz oldu mənim gözəl qızlarım. Baxın, nazlının biri də budur. Görürsünüz, kağızlar qoymuşam. Duşun altında yarpaqlarını yuyandan sonra yarpaq diblərinə, bu gövdən, orta hissəsinə belə kağız qoyursan ki, artıq su damcıları qalmasın, çəksin. Əgər orada su damcıları qalıb yarpaq arasında nəmlilik qalsa, mantar xəstəliyi var. Göbələk xəstəliyi, yəni. Göbələk xəstəliyinə tutulurlar güllər. Ona görə belə kağız, salfetkadan qoyub dün yarpaqlarının dibini quruluyursan ki, xəstəliyə bulaşmasın. Belə bu cür. Bu da, baxsanız, necə də gözəl yumurlanmağa başlayıb. Nətər sabitləsəm. Axırı nəysə, yaxın zamanda açacaqlar. Bu hələ adi xət edir. Bunu mən 2 dənə körpə verdi mənə deyə, buna inciməmişəm. Qoy qalsın elə. Bu da, görsən, bu da böyüyür. Qəşəng böyüyürlər. Bunu da götürək. Bunun da elə bil ki,
bu hissədən gəlir. Bir nəsə yumuru görünür. Görünürmü buradan da? Nəsə də gəlir. Bu gözəlliyim də ki, maşallah. Yarpaqları, rəngləri üstündədir. Bunun yarpağını da yudum. Belə bacılar, indi yemək hazırlayacağım. Toyuğun sinə ətindən kartuşkanı birlikdə qovuracağım. Belə bol yağ soğan etdim. Soğan qızarmamış. Sinə ətini atdım. Bir də mən bunu qaynadıram. Kəfi çıxsın deyə qaynadıram ondan sonra. Elə də çox qaynatmıram. Kəfi çıxana qədər qaynadıram. Ondan sonra belə qovururam. İndi kartuşkanı atacağım. Duzunu vurmağı hələ vurmamışam. Duzunu da vuracağım. Bu arada saat 12'nin yarısıdır. Mən duz vuranda mənə xanımlar yazır ki, nə çox vurursunuz. Çox vurmuram. Mənim əlim alışıbdır. Baxın, duz vurdum. Əlim alışıbdır. Nə qədər vurmaq lazımdır, bilir əllərim. Bəzən də az-az götürürəm duzu. Ona görə bəlkə çox görürsünüz. Amma yeməklərim duzda olmur. Yeri yerində olur duzu. Belə bu cür. Qaynasın indi, yağını qoyanatan. Suyu biraz artıq görə bilərsiniz. Çünki kartuşka pişsin deyə elə artıq vurdum. Biraz da batırmalı kimi olsun. Çörək belə batıranda çörək ıslansın, soğusun da. Onda uşaqlar xoşlayır elə yeməyi. İndi də buraları təmizləyək. Sağ olsunlar, yenə gəldilər. Belə bu cürdür. Süpürsələr də süpürdülər. Gerdə qalanını da biz təmizləyək. Artıq ağacın başında yarpaq deyən şey qalmayıb. Bu dəfə təmizdənsə daha yarpaq olan deyil. İki gündür Alixana söz verə-verə dururam. Sənə ıslah kek bişirəcəm. İndi də kekimizi hazırlayaq. Mən belə hazırladım. Nədən istifadə edəcəm? Süddür, yumurtadır, duru yağdır, pesok, kakao, vanil, bir də qabartma toz bacılar. Südü ısıtdım. Südümüzün ölçüsü 220 qram olar. Elə bil ki, belə bir stəkandan bir damcı böyük olar. Süd soyuq idi deyə ısıtdım biraz, bir damcı. 4 yumurtadır, otaq temperaturasında olan. Pesok da 200 qram, duru yağı da elə bil ki 200 qram yoxdur, 180-190 qram olar.
2 yemək qaşığı kakaodur. Kakao istəyə görədir. Tünd istəyirsinizsə də rəngini 3-4 qaşıq istifadə edə bilərsiniz. Biraz açıq istəyirsinizsə də mənə kimi 2 yemək qaşığı istifadə edə bilərsiniz. Vanildir, bir də qabartma tozu. İndi qabımızın içinə birinci yumurtanı vuracağıq. Yumurta ilə pisoqu çırpacağıq qəşəng. Ondan sonra südü, duru yağı, bir də quru un kimi olan şeyləri qarışdıracağıq. Ya Allah, başlayaq. O biri tripodumu sındırdılar deyə əməlli başlı lampa gətirmişəm. Yəni lampalı tripodumla çəkirəm hal-hazırda. Ən yaxın zamanda istəyirəm ki, 2 dənə tripod zakazlayam. Video çəkəndə vallahi lazım olur. Ay. Əlimdən də yumurta düşür içine. Yumurtada olan bu ağ toxumları mən çıxartmasam dura bilmərəm. Keçən dəfə bir xanım yazmışdı ki, nə də gözəl hasan çıxarda bildin. Bəzən heç hasan da olmur bacı, vallahi. Bir çətinliklə çıxardıram. Buna baxın, bir dənə yumurtanın ağ toxumunu görün necə çətinliklə çıxartdım. Bəzən də hasan çıxardıram, baxın belə. Əvvəllər qızlar, belə iri olmurdu yumurtalarda toxum. İndi elə iridir ki, adam heç istəmir onun içində görə. Nəsibədə də xəssiyyətdir belə çıxartmaq. Heç istəməz toxum içində qala. Əgər qayğanaq bişirirəmsə də, onun içində bu toxumlar var idi. Mən onu elə çırpıb bişirdimsə, öldür onu yeməz. Xanımlar yazır ki, Ali Nəsibəyə oxşayır. Xasiyyət olaraq %100 deyirəm. Nəsibə kimi titiz, yemək seçici, nə bilim, hər şeydə də bax belə desən. O da elədir, yemək seçiciliyi çoxdur Nəsibənin də. Ağına bozuna baxar, ondan sonra yer o yeməyi. Bildir almışdım bu mikseri. Elə yaxşı qolumdan qaldırır ki. Alar almaz Alixan gözünə döndüyüm sındırdı. Elə də istifadə edirəm. Baxın burasını əlindən düşdü, sındırdı. Orada belə bir şey tutan dişləri olur. O qırılıbdır deyə belə açılır. Belə skoşlasam məncə durar. Belə bu cür skoşlasam. Burası açılır. Çox çırpırıq. Yumurtanın köpü yatmasın deyə. Unudur, vanildir. Belə bu şeyləri qatan vaxtı
Mən belə bundan əl çırpıcısından çırpıram. Yeni gətirək. Höşülümüz hazır oldu. Baxın, belə bu cür höşül hazırladım. Onun da ki bir ölçüsü yoxdur. Gözə yarı edirəm. Belə bu cür alınana qədər un vururam mən. Yəni bir ölçü istəsəniz elə ki bu 2 belə 200 qramlıq stəkan istifadə edərdim. İndi də sousunu hazırlayaq. 2 stəkan süddür burada. Elə bil ki 400 qram olar. Bir belə stəkan 200 qramlıq pesokdur. Yarım stəkan duru yağdır. 4 yemək qaşığı da kakaodur. Pesok əriyənə qədər bacılar belə bu cür qarışdırırıq. Ondan sonra qazın üstünə qoyuram. İstəsək heç qoymaya da bilərik. Elə bu cür istifadə edə bilərik. Amma mən qazın üstünə qoyub bişirirəm. Elə də tam qaynatmıram. Yəni bişəndən sonra altını söndürürəm. Kek də soyandan sonra kekin üstünə tökürük. Belə bacılar, kekimiz artıq hazır oldu. Sosu da bişirdim. 1-5 dəqiqədə qaynatdım ki, su kimi olmasın, biraz qatı olsun. Kek sosu yavaş-yavaş canına çəkir. Artıq elə bil ki, hazır olmaq üzrə də deyə bilərəm, amma biraz vaxt lazımdır yenə hazıra çıxmaqdan ötəri. Bu dilimlərinin üstünə əzilmiş qoz ləpəsi də vursaq, qəşəng görünər gözə. Amma mən hələ hazırlamamışam. Biraz qab-qacağım var. Bayağı qab bulamışam. Onları yuyum, təmizləyim. Ondan sonra qoz ləpəsi də əzib vuraram. Artıq kek canına çəkir. Sos elə bir kənarlarda qalıb. Dadına baxaq. Gözəldirmi? Ləzzətlidir. Həqiqətən deyirəm bacılar. Göz haqqınızı halal edin. Bizə niş olsun. Siz də göz haqqınızı halal edin. Ara-ara belə bu cür şirniyyətlər hazırlayanda sizlərlə bölüşəcəm. İndi gedək. Bu bomba düşən yeri təmizləyək. Belə qoymayaq. Qonaqlarım gəldi bacılar. Qəşəng çay süfrəsi açdıq, dedik, güldük, gəb gələcək. Bir günümüzün axşamını belə xoş keçirmiş olduq. Nəyi göstərəcəkdim sizlərə? Hazırladığım kekdən baxın nə qədər qalıb.
Mən buna qoz ləpəsi əzib vurana qədər qalmadı. Yəni bunun sousunu tökmüşdüm. Bir də gördüm, gəldilər. Gələndən sonra da daha qozla oynamadım. Elə bu cürdə servis etdim. Biraz kirlənən qablarımız var idi. Yudum, yığdım, yığışdırdım. Bu qazanlarda olan yeməyi indi xaladilnikə qoyacağım. Qalmasın elə. Burada da süfrədə şirniyyətlər var. O şirniyyətləri də yenə xaladilnikə qoyacağım. Ağzı belə açıq qalmasın. İş deyirsənsə də hələ işim qutarmayıbdı. Saat 12-dir. Biraz ortalığı toplayım, eləyim, yığım, yığışdırım. Görüm videomun davamı nə qədər olacaq, o qədər də çəkərəm. Mən gedəm, bacılar, buraları bir əl gəzdirim. Belə qalmasın. Saat 1'in yarısı oldu. Hər yeri yığdım, yığışdırdım. Bir qalıbdı bu qazanlarda yemək, xaladilnikə yerləşdirmək. Onu da yatmağa çıxanda yerləşdirib elə çıxacağım. Qabı qacağı yer və yer etdim. Yəni quruladım. Ondan sonra dedim, yox, bir poliyə də dəsmal çəkim. Ondan sonra tam olacaq. Poliyi də sildim, süpürdüm bacılar. Qəşəng hər yerə dəsmal çəkdim. Təmizlədim. Allah məni qoymasa, elə bilirəm ki, səhərə iş qalmayacaq, güya. Səhər gözümüzü açanda, valla, evə bomba düşmüş kimi olacaq, rağ olsun. Həqiqətən də o rüy təmizlə, bu rüy təmizlə, yığ, yığışdır. İş qutaran şey deyil ki, nə? Özümüzə sitam edirik, valla. Bəzən gecə saat 1-də yatıram, bəzən 2-də yatıram. Bugün biraz qaçamaq etdi bacınız ki, abeddə saat yarım yuxusunu alıbdı deyə, indi cırtdan kimi, cin tutan kimi gözü açıq belə rahat danışa bilir. Daha yuxum gəlmirdi deyə dedim, poliyi də silim, belə dəsmal çəkim ora-bura, rahat olacaq. Sabah yenə həmən işi təkrar görəcəyik. Sadəcə olaraq gərək insan özünə biraz vaxt ayıra, vaxtında gedib yata. İnsan vaxtında gedib yatıb yuxusunu almazsa, həqiqətən beyin baş pozullu. O mənim depressiya məsələlərim var, ha. Baxın, bu şeylərdən ortaya çıxır. Yuxusuz qalıram, gecə saat 2-də yat, 7-də də dur. Nə yatasan, nə doyasan. Elə yuxusuz qaldığıma görə də bəzən də depressiyalarım ortaya çıxır. Beynim, başım pozullu. Belə, hər kəs yatır. Mənəm burada elə oyaq. Dedim, biraz oturum, söhbət edim. Ondan sonra videomu sonlandıraram. Bir çox bacılardan qəşəng, gözəl, incə yorumlar alıram. Allah hər birinizdən razı olsun. O qədər gözəl, xoş yorumlar yazırsınız. Həqiqətən də məni çox həvəsləndirirsiniz YouTube-a. Sadəcə olaraq bir bacı kimi sizlərdən bunu istəyirəm. Əgər sizlərə zəhmət deyilsə də, videoları maraqla izləyirsinizsə də, yadınızdan çıxartmayın, bəyənə atın. Bəyənənlər çox az olur. Yorum yazın bol-bol. Fikirlərinizi yazın. Ürəyinizdən keçənləri yazın. Yəni, nə yazmaq istəyirsiniz, onu yazın. Mən demirəm, yaxşıya yazın. Yox. Ürəyinizdən nə keçir, onu yazın. Görürəm ki, takip edənlər 45%
yox, 55% izləyir. Takib etməyənlər 45% izləyir məni. Orada bir düymədir da, bir zəhmət də olsa o düyməyə bassanız daha xoş olar mənim üçün. Mənə çox dəstək olmuş olarsınız. Sizə zəhmət, mənə xəcalət bacılar. Əgər izləyirsinizsə də, takibdə deyilsinizsə də, videonu sonuna qədər izləyirsinizsə də bir bəyən atın. Məncə bu belə zəhmət deyil də, barmaq ucundan bir saniyə içində toxunmağın yetərli olur bizə. Belə saat 1 olacaq birazdan. Mən də artıq gedim, dincəlim, yeməkləri xaladenikə yerləşdirim. Bu videonu belə bu cür sonlandırım bacılar. Özünüzə yaxşı baxın deyim, sağlıqla qalın deyim, çənəm düşdü yenə. Yeni videolarda, yeni vloglarımızda görüşmək diləyi ilə deyim. Hələlik gecəniz xeyrə qalsın. Videonun sonudur, axşamdır, ona görə gecəniz xeyrə qalsın dedim. Əgər gündüz olsa, xeyirli günlər deyərəm. Öpürəm hər birinizi.